Salam əziz izleyiciler. Sizinle çok asan ve güzel kristal bilərzik modeli hazırlayacağız. Videonun sonuna kadar izlemeyi unutmayın. Bize lazım olacak xırda gümüşü muncuqlar, mavi ve açıq rəngdə şəhrayı kristal muncuqlar, bilərzik üçün bağlayıcı və uzadıcı sep, muncuq düzümü üçün iğnə və sap. Gəlin birlikdə bilərziyimizə başlayaq. Bir bağlayıcı, 5 xırda gümüşü muncuğu götürüb iğne sapdan keçirdiririk. Muncuqları aşağı hissəyə indiririk. İğne sapı təkrarən bir də muncuqların içindən keçirdiririk. Sapları iki tərəfdən əlimizə götürüb düğün vururuq. İki düğün vururuq ki, bizim muncuqlarımız sapdan açılmasın. İğne sapımızı muncuqların içindən keçirdiririk. Artıq sapımızı qayçı ilə kəsirik. Sapımızı azacıq dartırıq ki, bizim artıq sapımız muncuqların içində görsənməsin. 3 xırda gümüşü, 4 kristal, 2 açıq çəhrayı və 2 mavi muncuğu götürüb bağlayıcı hissədə gümüşü muncuğa birləşdiririk. Əlimizdə muncuqları çevirib iğne sapımızı açıq rəngdə kristal və bir gümüşü muncuğun içindən keçirdiririk. İğne sapımızı mavi kristal muncuğun içindən də keçirdiririk. İğne sapımızı xırda gümüşü muncuğun içindən də keçirdiririk. Belə qaydada biz bilərziyimizə davam edirik. 3 xırda gümüşü muncuq və 4 kristal muncuğu götürüb xırda gümüşü muncuğa birləşdiririk. Muncuqlarla olan bilərziyimizi əlimizdə çeviririk. İğne sapımızı muncuqların içindən keçirdiririk. Və bir də iğne sapımızı açıq çəhrayı və xırda gümüşü muncuğun içindən iğne sapımızı keçirdiririk. Bilərziyimizə davam edirik. 4 kristal və 3 gümüşü muncuğu götürüb bilərziyimizdə olan xırda gümüşü muncuğa birləşdiririk. Əlimizdə bilərziyimizi çevirib iğne sapımızı muncuqların içindən keçirdiririk. İğne sapı mavi və xırda gümüşü muncuğun içindən də keçirdiririk. Belə qaydada gözəl və zərif bilərziyimizə davam edirik. 3 xırda gümüşü və 4 kristal muncuğu götürüb bilərziyimizdə olan gümüşü muncuğa birləşdiririk.
eyni qaydada iynə sapımızı mavi, gümüşü və açıq çəhrayı muncuqların içindən keçirdiririk. İynə sapımızı xırda gümüşü muncuğun içindən də keçirdiririk. Bilərziyimizə eyni qaydada muncuqlarla toxumağa davam edirik. Bilərziyimizin çox hissəsi hazırdır. Keçirik bilərziyimizin bağlayıcı hissəsinə. 4 xırda gümüşü muncuq və bir udacı sepi götürüb, bilərziyimizdə olan xırda gümüşü muncuğa birləşdiririk. Bilərziyi əlimizdə çevirib, təkrarən bir də dairəvi şəkildə iynə sapımızı muncuqların içindən keçirdiririk. İynə sapımızı muncuqların içindən keçirdirəndən sonra iynə sapı muncuqların arasından keçirdirib 2 düyün vururuq. Düyün vururuq ki, bizim bilərziyimizin muncuqları bilərziyimizdən açılmasın, möhkəm olsun. İynə sapımızı muncuqların içindən keçirdiririk. Azacıq da artırıq ki, bizim düyümüz muncuqların içindən görsənməsin. Düyümüzü muncuqların içində gizlədə bilək. Ümidvaram ki, bilərzik sizin çox xoşunuza gəlir. Bağlayıcı hissəsi də sona çatır. Artıq sapımızı da qayçı ilə kəsirik. Beləliklə, bizim bilərziyimiz hazırdır. Əziz izləyicilər, videonu izlədiyiniz üçün təşəkkür edirəm. Əgər siz də belə zərif kristal bilərziklərin hazırlanmasını öyrənmək istəyirsinizsə, videonu bəyənin və kanala abunə olun. Hələlik.